Salam, biz Naxçıvan şəhər Sistem Təmin Təhsil Mərkəzinin şagirdləri olaraq 2025-ci il Beynəlxalq Sistem Azərbaycan Festivalının portresi kateqoriyası üzrə Beybrader komandası olaraq qeydiyyatdan keçmişik. Mən Həziyyət Tofiq, komandanın pilotu və elektronika mühəndisiyim. Salam, mən Ələkbər Qasımın Hüseynoğlu. Mən Azərbaycanımız botunun 3D modellərini AutoCAD və 3D SMAX proqramları vasitəsilə hazırlamışam. Salam, mən Məmməd Turqay. Mən komanda yoldaşımla hazırlayıb, 3D printer vasitəsilə çatmışam. Mən Həziyyət Tofiq. Bu videoda sizlərə 2025-ci il Beynəlxalq Sistem Azərbaycan Festivalının portresi kateqoriyası üzrə hazırladığımız gəmi modelinin hazırlanmasının iş prosesi haqqında məlumat verəcəyəm. Həmçinin proses zamanı öyrənilən bilik və bacarıqlar barədə danışacağam. İlkin mərhələ dizayn mərhələsidir ki, bu proses isə komandamızın üzvü Ələkbər Qasımlının ilkin texniki çizimlərdən başlanmış 3D modelinin hazırlanması, ideyadan vizual görüntüyə çevrildiyi dövrüdür. Bundan sonraki dövrdə isə komandamızın üzvü olan Məmmədov Turqay tərəfindən 3D print prosesini əhatə edir. O, 3D printerlərdən və onların dilimləmə proqramlarından istifadə edərək kiçik parçalar halında gəminin emal prosesinə icra edir. Sonra isə gəminin birləşdirmə və quraşdırma işlərini görmüşük. Bu zaman gəminin gövdəsini birləşdirmək üçün epoksi, müxtəlif tipli yapışdırıcılardan istifadə edərək hazırlanmış, daha sonra isə hamar səth əldə etmək üçün sürtmə işlərini görmüşük. Ardından mən tərəfindən gəmimizdə istifadə etdiyimiz fırçasız motorumuzun, ESC-mizin, servomuzun və lipomuzun quraşdırma və lehimləmə işlərini icra etmişəm. Elektronika və dövrə sxemi quraşdırdıqdan sonra yoxlanmasını işlək vəziyyətə gətirməsini icra etmişəm. Sonra gəminin batmasını testini etib, bu su səthində necə durduğunu yoxlamışıq. Gəminin dönməsini təmin edən quyruq mexanizmindən dizayn edib, test etdikdən sonra quraşdırma prosesini aparmışıq. Gəminin pərvanələrini 3D printer ilə çap edib testlərini aparmışıq. Hər bir işdə və layihədə olduğu kimi çətinliklər olduğu kimi bizdə də bu kimi problemlə qarşılaşmış və hər halda yeni bir şeylər öyrənmiş və yaranan nasazlığı aradan qaldırmışıq. 3D modelləmə zamanı poliqon modelləmənin incəliklərini, çap proses zamanı istifadə etdiyimiz 3D printerləri və onların istifadə etdiyi materiallar olan filamentlərin xüsusiyyətlərini, onların dilimləmə proqramı olan Flash Print və Curadan istifadənin incəliklərini öyrənmişik. Elektronik komponentlərin lehimləməsinin, transmitterlərin necə əlaqə qurduğunu, fırçasız motorların iş prinsipini, KV dəyərlərini, ehtiyac duyğu bateriya və ESC kombinasiyalarını öyrənmişik. Gəmi modelləməyi hazırlayarkən prototip modellər düzəltmiş, testlər həyata keçirmişik. Ən sonda bütün prosesləri tamamladıqdan sonra gəminin suda üzmə hərəkət etmə sınaq mərhələsini həyata keçirmişik. Artıq botumuzun son sürüş testlərini edirik. Gəlin birgə sürüşə baxaq.